mən dərslər uzun hər iclasda bu məsələni qaldırmaqdan, diqqətə çatdırmaqdan yorulmuşam, amma bu icra olunmaması və vəziyyətin eyni qalınmasından yorulmur. Yəni, rəhbərlik yorulmur. Söhbət nədən ibarətdir? Söhbət ondan ibarətdir, mən rəy və protokollarla bağlı istəmişəm, konkret namizədlə bağlı, qərarla bağlı, işçi qrupun gəldiyi rəylə bağlı mənə verilmir. Əslində, mən bunu istəməli deyiləm. Qanun tələb ondan ibarətdir ki, başa fikrimiz fikir olmasın, bir gün olsun. Bir gün ərzində bizə verilməlidir. Və mən bugün də istəmişəm, verilmir. Niyə verilməyib? Onu da siz özünüz aydınlaşdırsanız yaxşı olur. Hər halda yəqin ki, mən bundan sonra bunu tələbi qaldırmayacağım. Xahiş edirəm ki, bu tələbin qanun çərçivəsində yerinə yetirilməsinə rəyət olur. Sualım nədən ibarət? Sualım ondan ibarət. Təəssüflər olsun ki, mən bu rəyi səlahiyyətli nümayəndədən əldə edirəm. Mən komissiyada çalışdığım halda. Ondan ibarətdir ki, tədqiqat nəticəsində aşağıdakılar müəyyən oldu deyə Muradova Mətanət Fadil qızının rəyi var. Və rəyin birinci hissəsini oxuyuram və ona uyğun sualım var. Sualım ondan ibarətdir ki, təqdim olunmuş 05 ədəd qovluqdakı 838 ədəd imza vərəqlərindən yox alınmış 199 ədəd imza vərəqəsinin imza və onun qoyulduğu tarix, qrafalarındakı 9946 ədəd imzalardan 4534 ədəd imza, 449 qrup olmaqla öz aralarında ehtimal ki, eyni şəxs tərəfindən icra olunur. Xahiş edirəm, üçüncü sual olaraq da bu ehtimal ki, nə deməkdir? Onun cavabı da verilsin, ondan sonra xahiş edirəm, şərait elədim, özünün aspətini bildim. Bu məsələləri Mərkəzi Seçki Komissiyasının icrasına çıxana qədər yuxarıda yoxlama açıqdır. Kim də istəyə oraya gelib, bütün məsələləri orada cavabını ala bilər. O ki, qaldı İlqar Məmmədovun bağlı rəyi, bu rəydə görtülüş yoxdur. Bu rəy dünəndən onun səlahiyyətin müayinəsinə göndərilir. Burada hansısa bir sekret, hansısa bir devlət sözlər yoxdur ki. Dünəndən demək, bu İlqar Məmmədova digərlərinin yoxlamalarına mən buradakı kütlə informasiya vasitələrinin köməyi ilə elədiyim dəvətdən əlavə beynəlxalq qurumların nümayəndələri dəvət olunur. Onun səlahiyyətli nümayəndəsi dəvət olunur. Amerika səfiri ilə dəvət olunur. Hamı dəvət olunur. Bunu dəfələrlə burada təkrarlamaya bir ehtiyac yoxdur. İşçi qrupunun fəaliyyəti açıq şəkildə geçirilir. Kim istəyir orada məlumat götürür? Adi vətəndaşlar belə. Buna görə hesab edirəm ki, o cür məsələlərin verdiyi bu vaxtında aydınlaşdırılmalıydı. Başqa sual yox? Suallarını xahiş edirəm, cavab verirsiniz. Siz işçi qrupun rəhbəriniz. Bir sualım qalmışam. Verdim, mən sizin sualı cavab. Siz sualını cavab edin. Üçüncü sual vermişsiniz. Ehtimal ki, ifadə olunub, rəydə ifadə olunub. Xahiş edirəm, suala cavab verirsiniz. Sual cavab olun. İşçi qrupu rəy verir. Fuat Çavudov rəy verməyib. Deyilər. Siz danışadın mı? Mən sualımı sizə ünvanlamamışım. Sizə ünvanlamamışım. Siz həmkarsınız, həmkar olaraq komissiyonun hüququna hörmətlə yanaşmalısınız. Siz sual əvvəla yenə təkrar edilmiş. Sual verməyin yeridir. Amma bir halda keçmək lazım deyil. Mən komissiyanın üzvüyəm, sual vermək hüququna. Başqa söz olan var komissiyada? Mənim hüququma cavab verirsin. Yox, taşıyalım. Kim təklifə tərəfdar? Hər şeydə mövqe ifadə edəcəm. Kim təklifə tərəfdar? Mövqe ifadə edəcəm, cənab sözü. Bu qədər da ağır etmək olmaz. Bu qədər da bu kardinal qərar. Qəbul olundu görüşürüz. Siz komissiyonun hüququnu pozursunuzsa, siz seçkidə seçkilərin hüququnu necə qoruyacaqsınız? Hüququnu pozmuram. Siz mənim hüququmu pozursunuz. Mənim sual vermək hüququm var. Replika vermək hüququm var. Mövqe vermək hüququm var. Cavab verilmə. Heç bir daha lazım. Hansı səlahiyyəti var ki, komissiyasının mənim sözümü Bura. Mən siz sözünüz gəzmir, mənim sualıma ünvanladım, sözümə uyğun cavab verin. Hansı səlahiyyəti? Sizə ünvanlamamışam, qarşıda müdaxilə edirsiniz. Kimin var? Mən ona görə səsə vurdum da. Cənab Sadə, mən mövqe ifadə etməyəm. Namizədlə bağlı mövqe ifadə etməyəm. Mənim hüququmdur. Siz necə pozursunuz mənim hüququmu? Ona görə onunla məşğul olmaq lazımdır. Nə ilə məşğul olmaq Nə lazım? üçün? Xahiş edirəm, mənim hüququma hörmətlə yanaşmaq Davam etdir. Siz əgər komissiyonun hüququna hörmətlə yanaşmırsınızsa, bu komissiyada oturmağa ehtiyac yoxdur. Sərdar Cəlaloğlu, Məmmədov, Azərbaycan Bu komissiya kollegial orqandır. Komissiya kiminsə fərdi idarəsi deyil. Mənim sualıma cavab verirsin, əlbəttə ki, farq müəllimədə hər birisi də sualım yox. verilməyib Mən deyim ki, sən onun rəsmi səlahiyyət nümayəndəsi dəvət olunur. Beynəlxalq qurumlar da dəvət olunur. Siz ifadə ediniz, Qazimənin mövqe ifadə ediniz. Qazimənin mövqe ifadə ediniz. Qazimənin mövqe ifadə ediniz. Siz mənim
Çıxış etməyə imkan vermirsin cənab. Yox. İcazə verin çıxış edin. Mən sizə demək düşmən çıxış eləməyə çalışıyorum. Xahiş edirəm, mən gündəliyə dair Siz kamerası danışın. Gündəliyə dair cənab sədr, gündəliyə dair çox üzr istəyirəm. Mən istəmirəm ki, bu qədər mənasız yerə gəlişlik yaransın. Mənim gündəliyə dair sual vermək, çıxış etmək, mövqe ifadə etmək, replika vermək hüququm var. Xahiş edirəm, şərait yaradır. Mən mövqeyimi ifadə edeyim, komissiz olaraq işimi icra edeyim. Yox, əgər buna məna olursunuzsa, mən onda niyə oturum? Mən o şəhərin üstündə düşürüm. Devam edin. Yaratmırsınız o şərait. Devam edin. Oturmağın nə mənası var bu komissiyada? Devam edin. Heç bir mənası yoxdur. Heç bir mənası yoxdur. Mən gündəliyə dair mövqeyin ifadə olmalıdır, icazə verilmir. İcazə verilmir, var kollegial orqan. Kollegial orqan da xahiş edirəm şərait yaradırsın, mövqe ifadə. Sakal değilse Mövqe ifadə edin. Mövqe ifadə etmeye imkan verilmir. Niye oturmadınız? İşte mani olma. Ya otur vekil. Buyurun. Bak o büyük gözü. Komisyada ham benim olmayın. Hüququn müdafiə edildi, o da indi şərait yaradır. Söz verilendir. Komisya üzvü səlahiyyətləri çərçivəsində istənilən adam danışmaq hüququ var, fikir demək hüququ var, suallara cavab almaq hüququ.